Salam, bugün mən sizlərlə çox dadlı alınan kağız salatın reseptini bölüşəcəm. Bunun üçün 6 xörək qaşığı qaroqdan, 6 xörək qaşığı qarğıdaldan təxminən 80-90 qram tutur və eyni zamanda turşu, xiyar, mayonez, biraz göyərtidən, qaynadılmış toyuğun döş əti, yumurta, kök, kartof, hardasa 10 ədəd isə qozdan istifadə etmişəm. Qozu və göyərtini zövqə görə istifadə edə bilərsiniz və çox bir miqdarda istifadə etmədim. Kahını ilk öncə uzunsov formada doğrayıram. Daha sonra qaynadılmış kökü, kartofu, yumurtanı, toyuğun döş ətini əlavə edirəm. Qaroq, qarğıdalı və eyni zamanda 3 ədəd kiçik ölçülü turşu xiyardan istifadə etdim. Üzərinə dediyim kimi zövqə görə qoz və göyərti də əlavə edə bilərsiniz. Duz istiyor. Sonda isə mayonez vurub qarışdırdım və çox dadlı alındı. Sizlərə də tövsiyə edirəm.